Audio-Vizual Şuranın bugün keçirilən onlayn iclasında Kanal S televiziya kanalında yayımlanan Sözün Bitdiyi An proqramının 28 mart tarixində efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub. Yeniavaz.com xəbər verir ki, müzakirələrdən sonra proqramda media haqqında Azərbaycan Respublikası qanununun irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunmaması ilə bağlı müvafiq maddəsinin pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı gender bərabərliyi, hər hansı bir ayrı-seçkinin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib. Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzun müddətli yayımın dayandırılması sanksiyası tətbiq olunaraq Kanal S televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 6:00-dan 5 aprel 2025-ci il tarixdə saat 6:00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub. Həmçinin Kanal S MMC-nin rəhbərliyindən aparıcıların media haqqında qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub. Qeyd edək ki, Nigar Fərhad sözü gedən verilişdə "Mənim oğlum olsam, mən ona atası olmayan qızı ala bilmərəm" fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.